Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova hava ilə bağlı xəbərdarlıq edir. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Sabah Azərbaycanın şərq rayonlarından başlayaraq oktyabrın 18-i gündüzə qədər havanın yağıntılı olacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, oktyabrın 17-sində yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi bildirilir. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir. Ötən günlərlə müqayisədə havanın temperaturu 3-5 dərəcə aşağı enəcək. Nazirlik qeyri-sabit havada əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır. Hər hansı bir ciddi təhlükə olduqda isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz.